Salam, hər vaxtınız xeyir olsun, hörmətli dinləyicilər. Hər birinizi xoş gördük. Asan Radionun efirindən rəqəmsal dialoq verilişini eşidirsiniz. Aparıcı mənəm Alidə Mustafayeva. Veriliş Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radionun birgə layihəsidir. Bizi izləmə imkanınız da var. Suallarınızı şərh bölümünə daha sonra 02 56 56 100 şəhər nömrəmizə, 070 65 56 100 WhatsApp nömrəmizə də ünvanlaya bilərsiniz. Bugünkü mövzumuz Azərbaycan Kiber Təhlükəsizlik Mərkəzi yeni qeydiyyat dalğasıdır. Proqramın qonaqları İnformasiya Texnologiyaları və İnformasiya Təhlükəsizliyinin İdarə Edilməsi şöbəsinin müdiri İlkin Əzizov və Kiber Təhlükəsizliyi üzrə Davamlı İnkişaf və Araşdırma şöbəsinin qrup rəhbəri Gülnar Mirhüseynovadır. Salamlayıram hər ikinizi, xoş gəlmisiniz. Xoş gördük. Ən çox tələb yaranan sahələrdən biri də kiber təhlükəsizlikdir ki, hər il qlobal statistika bunu daha aydın sübut eləyir. Bu ixtisası vacib eləyən nədir? İlkin bəy, ilk olaraq sizdən başlayaq. Qeyd etdiyiniz kimi, əslində bunun vacib edən məqamların ən böyüsü sürətli rəqəmsallaşmaqdır. Bizim ölkəmizdə də, bütün dünyada da qlobal trendlər də onu göstərir ki, bütün insan fəaliyyəti, biznes fəaliyyəti, hökumət fəaliyyəti rəqəmsallaşır. Bütün proseslər, data əsaslı qərarların verilməsi artıq əsas prioritetə çevrilir və bu informasiya sistemlərinin də, yəni bu informasiyaların mövcud olduğu informasiya sistemlərində kiber təhlükəsizliyinin təmin edilməsi əsas prioritetdir və bu istiqamətdə də hər bir şəxs, qurumlar artıq özünün kiber gigiyena qaydalarını, kiber təhlükəsizlik alətlərini, proseslərini qurur və bununla da kiber təhlükəsizliyini təmin etmiş olurlar. Bəs müasir dövrdə kiber təhlükəsizliyi üzrə mütəxəssis olmaq üçün hansı bilik və bacarıqlar tələb olunur? Kiber təhlükəsizlik mütəxəssisi olmaq üçün ilk olaraq kiber təhlükəsizliyin anlayışına biraz baxaq. Kiber təhlükəsizlik bir informasiya sisteminin informasiya məkanında təhlükəsinin təmin edilməsi istiqamətidir. Bunun üçün də informasiya sisteminin yaradılışına, yəni ki, informasiya texnologiyalarından xəbəri olan bir mütəxəssis olmalıdır. Yəni informasiya texnologiyaları istiqamətdə mütəxəssis daha sonra özünün biliklərini artırmaqla kiber təhlükəsizlik istiqamətinə keçə bilər və bununla da güclü bir mütəxəssisə çevrilə bilər. Gülnar xanım, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi olaraq kiber təhlükəsizliyi üzrə kadr potensialının artırılması üzrə hansı işlər görülür? Bu məqsədlə təsis edilən Azərbaycan Kiber Təhlükəsizliyi Mərkəzi haqqında qısa məlumat versəz dinləyicilərimizə məncə maraqlı olar. Azərbaycan Kiber Təhlükəsizliyi Mərkəzi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə 2023-cü ildə yaradılmışdır və layihənin əsas məqsədi kiber təhlükəsizliyi üzrə insan kapitalının inkişafına dəstək olmaq idi. Belə ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində sırf İKT sahəsində insan kapitalının inkişafı, xüsusilə də kiber təhlükəsizlik sahəsində kadr potensialının artırılması üçün bir çox əslində fərqli layihələr həyata keçirilirdi. Azərbaycan Kiber Təhlükəsizliyi Mərkəzi İsrailin Texnion İnstitutu ilə birgə əməkdaşlıq şəraitində qurulub. Aydındır Gülnar xanım, təşəkkür edirəm. Növbəti sualım İlkin bəy sizə olacaq. Tədris iki istiqamət üzrə aparılır və komandalar şəklində həyata keçirilir. Bunlar arasında xüsusi üstünlük və fərqlər nədən ibarətdir? Tamam. Deməli, bizdə tədris əsas olaraq kiber təhlükəsizliyin red və blue istiqamətinə, qırmızı və göy komanda olaraq iki istiqamətə bölünür. Biz hər dalğada 40 mavi komandadan, 20 isə qırmızı komandadan tələbələri, namizədləri cəlb edirik prosesə və onları yetişdiririk. Bunların tam olaraq istiqamətlər üzrə fəaliyyətləri nədən ibarət istəyirəm, bu haqda biraz məlumat verim. Mavi komanda informasiya sistemlərində kiber təhlükəsizlik təmin edilməsində, yəni ki, mühafizə, müdafiə mexanizmlərinin qurulması alətlərinin tətbiqinə fokuslanırlar. Qırmızı komanda isə kiber təhlükəsizlik istiqamətində informasiya sistemlərinə ola biləcək hücumları simulyasiya edirlər, yəni nüfuz etmə testlərini həyata keçirdirlər. Və bundan əlavə də bizim əslində kiber təhlükəsizlik mərkəzimizin başqa fəaliyyəti də var, bu Purple Team-dir. Bunun haqqında istəyirəm biraz qısa məlumat verim. Purple Team isə bu hər iki istiqamətinin biliklərini birlikdə cəmləyən və daha çox informasiyanın analizi, kiber təhlükəsizlik insidentlərinin analizi istiqamətində
fəaliyyətin icrasını planlayır və bu rahatlıqla deyə bilərik ki, Azərbaycan Kiber Təhlükəsizlik Mərkəzi regionda ilk dəfə olaraq bu istiqamətdə ixtisas artırma kurslarını təşkil edir və artıq bizim 3-cü dalğamız başlayır. Burada iştirakçılar bizim ölkəmizdə fəaliyyət göstərən, kiber təhlükəsizlik üzrə fəaliyyət göstərən güc strukturlarımız kiber təhlükəsizlik üzrə artıq bir inkişaf mərhələsini keçmiş və strukturlarını formalaşdırılmış müəssisələrdən əməkdaşları cəlb edirik ixtisas artırmalara və bu istiqamətdə öz müəssisələrində kiber dayanıqlığın yeni mərhələsinə keçidi bizim bu kurslardan təmin etmiş olurlar. Bundan əlavə bildirmək istərdim ki, bizim bu kurslarımızın bayaq Gülnar xanım bildirdiyi kimi tam olaraq Teknion Texnologiya İnstitutunun ekspertləri tərəfindən təşkil olunur və burada birbaşa onların ekspertləri, yəni ki, təlimçiləri və onların təlimçilərin Azərbaycanda bizim mərkəzdə formalaşdırdığı tədris texnikası ilə həyata keçirilir və bunun da ölkədə və belə də regionda alternativi yoxdur. Aydın, təşəkkür edirəm. Gülnar xanım, hazırda mərkəzdə yeni qeydiyyat dalğası üzrə qəbul etmələr, daha doğrusu qeydiyyat davam eləyir. Kimlər müraciət edə bilərlər, şərtlər nədir? Bu barədə siz də məlumat verin. Hal-hazırda Azərbaycan Kiber Təhlükəsizlik Mərkəzində sayca 6-cı qeydiyyat dalğası elan olunub. Qeydiyyat dalğası aprel ayının 7-sindən may ayının 7-sinə qədər aktiv olacaq və 17 yaşı tamam olmuş hər bir Azərbaycan vətəndaşı bu proqrama müraciət edə bilər. Əsas seçim meyarlarımız bütün tədris ingilis dilində keçirildiyi üçün və xarici təlimçilər tərəfindən həyata keçirildiyi üçün ingilis dilinin yüksək səviyyədə olmağıdır. Xüsusilə də texniki ingilis dilinə sahib olmaqdır. Bundan başqa İKT sahəsində baza biliklərinə də yiyələnmək vacibdir və bu göstəricilərə malik hər bir şəxs proqrama müraciət edə bilər. Proqram 3 etaplı bir seçim mərhələsindən ibarətdir. Birinci etapda onlayn müraciətdir. CV forması, belə deyək, müraciət forması kifayət qədər əsaslı və diqqətlə doldurulmalı olan bir məqamdır. Təxminən yarım saat 40 dəqiqəyə qədər bir vaxtı əhatə eləyir və burada namizəd öz həm motivasiyasını, həm bacarıqlarını, həm bu sahədə belə deyək, sahib olduğu texniki bacarıqları da kifayət qədər açıq şəkildə göstərməlidir. Daha sonra növbəti mərhələdə imtahan mərhələsidir. İmtahan mərhələsinə dəvət olunan şəxslər 4 saatlıq bir imtahan prosesindən keçirlər. Hansı ki, onların texniki bilikləri, bacarıqları, eləcə də ingilis dili səviyyəsi yoxlanılır və imtahandan da uğurla keçmiş şəxslər sonda müsahibə mərhələsinə dəvət olunurlar. Müsahibə isə həm İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin informasiya təhlükəsizliyi komandasının ekspertlər, Azərbaycan Kiber Təhlükəsizlik Mərkəzinin mentor heyəti, xüsusilə də əsas ağırlıqlı Teknion Texnologiya Universitetinin ekspertləri tərəfindən həyata keçirilir. Bütün bu mərhələləri bitirən şəxslər növbəti dalğada, növbəti təlimlərdə iştirak edən 60 nəfərdən biri olmağa şans qazanırlar. Proqram tam təqaüdlüdür, ödənişsiz şəkildə həyata keçirilir və indiyə qədər bizim bitən, belə deyək, 4 və hal-hazırda davam edən 5 dalğamızda 10.748 müraciətdən 300 nəfər uğurla seçilmişdi. Bu da göründüyü kimi çox ciddi bir, belə deyək, rəqabətli proqram olduğunu göstərir. Aydındır, təşəkkür edirəm. Hörmətli dinləyicilər, bir daha xatırladım ki, bugünkü mövzumuz Azərbaycan Kiber Təhlükəsizlik Mərkəzi yeni qeydiyyat dalğasıdır. Proqramın qonaqları IT və İnformasiya Təhlükəsizliyinin İdarə Edilməsi Şöbəsinin müdiri İlkin Əzizov və Kiber Təhlükəsizliyi üzrə davamlı inkişaf və araşdırma şöbəsinin qrup rəhbəri Gülnar Mirhüseynovadır. Asan radioda qalın, qısa fasiləyə ayrılırıq. Bir sual, bir cavab. Doğum haqqında şəhadətnamənin əldə olunması üçün mobil tətbiq vasitəsilə növbə götürmək istəyirəm. Bunun üçün mobil tətbiqdə hansı bölməyə daxil olmalıyam? Mobil tətbiqə daxil olduqdan sonra vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı bölməsindən doğumun qeydə alınması xidmətini seçərək onlayn növbə əldə edə bilərsiniz. Bir sual, bir cavab.
Omid mağazalarında möhtəşəm endirimlər. Elektrikli ot biçən indi 120 manata deyil, 99 manat. Dərman səpən Pandora 16 litr 27 manat 90 qəpik deyil, cəmi 21 manat 90 qəpik. Omid xeyirli alış-verişlər, telefon 890. Asan Radyo'da reklam. Neotek kabelləri 99,9% saf misdən olduğu üçün yüksək ötürücülük xüsusiyyətinə malikdir. Mis tellərin sayı, diametri, plastik qalınlığı və sıxlığı polietilen dolğu AZS və Avropa standartlarına uyğun dəyərdədir. Yüksək keyfiyyət, sərfəli qiymət. Neotek, gücümüz, gücünüzdür. Dəniz sahilində villa. Bu arzunuzu yerinə yetirməyin vaxtıdır. Sibrizdən sizin üçün bahar təklifi. Sahəsi 230 və 290 kvadrat metr olan villaları 48 aylıq hissəli və faizsiz ödənişlə əldə edə bilərsiniz. İlkin ödəniş sadəcə 15%. Üstəlik, golf maşını da hədiyyəniz olacaq. Siz də bu fürsətdən faydalanın və həyatınıza bahar tərabəti qatın. Ətraflı məlumat üçün 840. O həm təmirdə, həm də alış-verişdə usta olduğuna görə səbəti dolu, qənaəti boldur. Abşeronla alış-veriş səbəti sevinc doludur. Abşeron Ticarət Mərkəzi. Xoşbəxtliyin üçün hər şey. Ünvan Lökbatan dairəsinin yanı. Şanslı ödənişlər lotereyası başladı. ABB-nin kartları və post terminalları ilə Aras supermarketlərdə hər 20 manatlıq ödənişiniz sizə uduş şansı qazandıracaq. Mobil telefon, ağıllı saat, qulaqlıq və nəhayət avtomobil. ABB Mastercard kartları ilə ödənişlər şansınızı 2 qat artırır. Ətraflı 937. Avantdan Şərifzadədə yeni premium layihə. Müasir memarlıq üslubunda Avant Nova. Yalnız indi cəmi 23.500 manat ilkin ödəniş edərək siz də White Box 2 otaq studiya mənzilə sahib olun. Yaşıllıqlar əhatəsində idman meydançaları, üzgüçülük hovuzu, fitness spa mərkəzi, ipoteka və ya faizsiz hissə ödəmə imkanı ilə mənzil əldə etmək şansını qaçırmayın. Avant Nova yeniliklərlə dolu gələcək. Əlaqə Ulduz 0241. Asan Radyo'da reklam. 050 60 06 100. Rəqəmsal dialoq. Yeni qoşulan dinləyicilərimizi də salamlayıram. Hər vaxtınız xeyir olsun. Asan Radio nefrindən rəqəmsal dialoq verilişini dinləyirsiniz. Aparıcı mənəm Alidə Mustafayeva. Veriliş Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri ilə Asan Radionun birgə layihəsidir. Şərh bölümündən, Facebook səhifələrindən suallarınızı ünvanlaya bilərsiniz. 012 56 56 100 şəhər nömrəmizə, 070 65 56 100 WhatsApp nömrəmizə də suallarınızı ünvanlaya bilərsiniz. Bugünkü mövzumuz Azərbaycan Kiber Təhlükəsizlik Mərkəzi yeni qeydiyyat dalğasıdır. Proqramın qonaqları IT və İnformasiya Təhlükəsizliyinin İdarə Edilməsi şöbəsinin müdiri İlkin Əzizov və Kiber Təhlükəsizliyi üzrə Davamlı İnkişaf və Araşdırma şöbəsinin qrup rəhbəri Gülnar Mirhüseynovadır. Gülnar xanım, yenidən sualım sizə olacaq. Ötən dalğaların nəticələri barədə istəyərdim danışardınız. Məzunların sonrakı aqibəti necə olur? Onlara necə dəstək olursunuz? Hal-hazırda bizim 240 nəfər məzunumuz var və onların işə düzəlmə faizi 78%-dir. Bu əslində çox ciddi bir rəqəmdir, çünki gözləntiləri doğruldan bəli. Və belə deyək, son dalğamız, 4-cü dalğamız yanvar ayında məzun oldular və məzun olduqdan sonra tələbələrimiz fərqli sektorlarda, həm dövlət, həm də özəl sektorda təkliflər aldılar və işlə təmin olunma faizi səmimi desək bizim gözlədiyimizdən də yaxşıdır. Sevindirici hal odur ki, tələbələr artıq öz fəaliyyət göstərdikləri sahədə inkişaf etdikcə öz biliklərini, bacarıqlarını geri qayıdıb məzunlarla bizim məzun icması ilə paylaşırlar. Hətta mən bir nümunə çəkə bilərəm ki, bizim son master klassımız zamanı biz öz məzunumuzu artıq spiker kimi dəvət etmişdik və o öz iş təcrübəsindən, işdə qazandığı bacarıqlardan uğur hekayəsidir. Bəli, bizim yeni dalğada artıq təhsil alan tələbələrimizə danışmışdı və bu doğrudan da həm cari təhsil alan tələbələr üçün çox böyük bir motivasiyadır.
həm də məzunlarımız arasında da bizi çox sevindirir ki, onlar bizi unutmurlar və qazandıqları bacarıqları, bilikləri özləri tam təmənnasız olaraq qayıdıb belə deyək də layihənin iştirakçıları ilə bölüşürlər. Bundan başqa qeyd etmək istərdim ki, bizim məzunlarımız arasından öz təhsilini xaricdə bu sahədə davam etdirənlər var. Hətta bizim bəzi məzunlarımız başqa ixtisaslardan, başqa belə deyək, peşədən bu sahəyə keçid etmişdilər və onlar hal-hazırda bu sahə üzrə də biliklərini davam etdirirlər. Təqaüd proqramlarında iştirak edirlər. Yaxın günlərdə bizim hətta yaxın aylarda daha doğrusu bizim məzunlarımızdan biri Amerikadan təhsilini bitirib ölkəyə qayıtmışdı və bu sahədə fəaliyyətini davam etdirmişdi. Akademik fəaliyyətlə məşğul olan məzunlarımız var. Bütün bu göstəricilər bizi həqiqətən də çox sevindirir və biz hər zaman dəstəkləyirik ki, məzunlarımız cari tələbələrimizə dəstək olsunlar, onların karyera inkişafında onlara bir mentorluq etsinlər. Hal-hazırda bizim məzunlar arasında bir neçə şəxs bizim elə mərkəzdə mentor olaraq da fəaliyyət göstərir. Layihənin sonuncu ilində nəzərdə tutulan fəaliyyətlərdən biri də İsrail müəllim heyətinin yerli müəllim heyəti ilə, yəni təlimçilərlə əvəz olunması idi. Artıq onlar onlarla birgə dərslərə girirlər və müəyyən dərsləri bizim yerli mentorlar özləri də keçirirlər ki, sizin özünüzdən kənar da var, yəni onların işə cəlb olunması yalnız daxildə yoxsa yox, əlbəttə ki, qurumlarda biz özümüz təbii ki, belə deyək, ilk məhsulu görənlər kimi hər zaman istəyirik ki, özümüz götürək, amma bizim əməkdaşlıq elədiyimiz çox sayda dövlət qurumları var, özəl sektor nümayəndələri var ki, onlar dalğa boyunca tələbələrin belə deyək, uğurlarını izləyirlər və məzun olan kimi artıq onları belə deyək, cəlb eləyirlər özlərinə. Siz onların istedadını aşkar edən kimi əslində yaxşıdır, yaxşı haldır. İlkin mənim növbəti sualım sizə olacaq. Tədris müddətində tələbələr öyrəndikləri bilikləri praktiki olaraq hansı formada tətbiq eləyirlər? Bu üçün hansısa şərait yaradılıbmı tərəfinizdən? İlk öncə bildirmək istərdim ki, bizim Azərbaycan Kiber Təhlükəsizlik Mərkəzi şəhərdə yerləşən böyük plaza alanın birinin 2 mərtəbəsini əhatə edir və böyük kvadrat metrdir və burada bizim Texnologiya İnstitutuyla birlikdə infrastruktur qurulub, yəni IT praktik olaraq orada nəsə etmək mümkündür. Bəli. Burada laboratoriya şəraitləri qurulub və ölkədə yeganə olaraq bizdə Cyber Range otağı var ki, kiber təhlükəsizlik üzrə hackathon, CTF yarışlarının keçirilməsi mümkündür. Və biz hal-hazırda da öz tələbələrimizlə hər kohortda minimum 4 dəfə olmaqla 24 saatlıq CTF hackathon keçirik, tədbirlər təşkil edirik və buradan da bizim tələbələrimiz həm praktiki, həm də psixoloji olaraq proseslərdə hazırlığı əslində icra etmiş olurlar. Və Texnologiya İnstitutunun dünyada olan başqa mərkəzləri ilə birlikdə biz yarışlar təşkil edirik, praktiki yarışlar təşkil edirik və tələbələrimizin nəticələrini görürük. Bundan əlavə olaraq əməkdaşlıq elədiyimiz müəssisələr var ki, onları dəvət edirik workshoplara və workshoplarda da bizim tələbələrə hal-hazırda əmək bazarında rastlaşa biləcəkləri praktiki problemlərin həlli üçün hansı yanaşmalar edə bilərlər, bunların üzərində kiçik bir workshoplar olur və tələbələrimiz bununla da hal-hazırda Azərbaycanda kiber təhlükəsizlik sahəsində hansı trendlər var, nə kimi problemlər var, hansı problemlər hansı formada həll edə bilərlər, bunları yerli ekspertlərdə dinləmiş olurlar. Bundan əlavə bildirmək istərdim ki, bizim Kiber Təhlükəsizlik Mərkəzində Texnologiya İnstitutundan başqa bizim İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin də tədris müddətini sizə bildirmək istəyirəm bir qısa şəkildə. Saat 9-da başlayır hər gün səhər və saat 4-ə kimi Texnologiya İnstitutu tərəfindən icra olunur. Saat 4-dən axşam saat 9-a kimi isə biz tələbələrin doğrusu və bizim tələbələrin birlikdə istəyi ilə bu formalaşıb onlara yerli ekspertlərə gətiririk. Ölkədə olan böyük kiber təhlükəsizlik xidməti göstərən şirkətlərdən, bank sektorunda çalışan ekspertlərə dəvət edir mərkəzimizə. Onlar da hal-hazırki bazarda olan alətlərin istifadə qaydaları, praktiki
bazarda olan bilikləri bizim tələbələrimizə gətirmiş olurlar. Və bununla da bizim tələbələrimiz rahatlıqla deyə bilirik ki, beynəlxalq təcrübənin yerli bazara uyğunlaşdırılmış metodu ilə bir tədris almış olurlar. Yerli kiber təhlükəsizlik məhsullarının yaradılması ilə bağlı hansı işlər görülür? Azərbaycan Kiber Təhlükəsizlik Mərkəzində, Cyberpark istiqamətində bizim yerli kiber təhlükəsizlik mərkəzlərində inkubasiyası baş verir. Buna nümunə olaraq bizim artıq hal-hazırda bazara satışda olan, beynəlxalq bazarda artıq satışa həyata keçirilən, yerli bazarda da artıq kritik informasiya infrastrukturunun təhlükəsizliyində istifadə olunan bir Cypher məhsulumuz var. Bunun təyinat kateqoriyası kiber təhlükəsizlik üzrə təhdid kəşfiyyat platformasıdır. Hal-hazırda dediyim kimi istifadə olunur. Böyük qurumlarda bu tam olaraq bizim yerli ekspertlərlə, bizim tələbələrlə birlikdə hazırlanmış bir məhsuldur. İndiyə kimi 2 dəfə GITEX, Global GITEX sərgilərində iştirak etmiş və xarici müştərilərin cəlbinə də sahib olmuşdur. İkinci məhsulumuz hal-hazırda MVP mərhələsində Avero məhsuludur. Bu da kiber təhlükəsizlik üzrə kiber maarifləndirmə platformasıdır və burada süni intellekt əsaslı müəssisələrin əməkdaşları üçün individual kiber təhlükəsizlik maarifləndirmə proqramlarının hazırlanması nəzərdə tutulub və hal-hazırda da bizim öz daxilimizdə istifadə olunur və yaxın aylarda artıq bunun da bir spin-off, yəni ki, bazara çıxarılması mərhələsinə keçid eləyəcəyik. Aydındır. Gülnar xanım, bu tədrislə yanaşı karyera inkişafını, bilik və bacarıqları artıran təlimlər, görüşlər həyata keçirilirmi tələbələrlə? Bəli, biz texniki biliklərlə yanaşı mütəmadi olaraq tələbələrə soft skills, yəni yumşaq bacarıqların da tədris olunmasına çox önəm veririk. Hal-hazırda məsələn paralel olaraq tələbələr həm ingilis dilində xüsusi belə deyək də yüksək səviyyəli texniki bazanın möhkəmləndirilməsinə yönəlik dərslər alırlar. Bundan əlavə olaraq biz əməkdaşlıq etdiyimiz şirkətlərdən dəvət elədiyimiz ekspertlər sayəsində onlara yerli əmək bazarında hal-hazırda tələbat nəyədir, hansı istiqamətdə belə deyək fəaliyyət göstərə bilərlər, hansı ixtisaslaşmalar var kiber təhlükəsizliyin daxilində, bu barədə belə deyək təlimlər, master-klasslar təşkil edirik. 6 aylıq müddətdə demək olar ki, hər ay 2 əlavə təlim və master-klass bizdə nəzərdə tutulur. Yerli bazara inteqrasiya istiqamətində. Bundan əlavə olaraq ayda bir neçə dəfə İsrail tərəfdən beynəlxalq ekspertlərin onlayn və yaxud da canlı formada həyata keçirdiyi əlavə master-klasslar, workshoplar olur. Bu da tələbələrin həm də qlobal bazarda baş verən dəyişiklikləri mənimsəməsinə çox dəstək olur. Tələbələrin məzun gününə yaxınlaşdıqca biz mock intervyular, yəni bir növ belə desək, yalançı müsahibələr təşkil edirik HR-larla, bu sahənin ekspertləri ilə ki, onlar iş həyatına atılanda belə deyək, bir növ təcrübə olaraq müsahibə prosesi necə keçəcək, CV-ni hətta necə doldurmalıdırlar. Götürər. Bəli, bu əslində çox yaxşı işə yarayır ki, biz özümüz də bəzən təcrübələnirik ki, uşaqlar müsahibədə deyirlər ki, mən göstərə bilərəm sizə, amma sözlə bilmirəm onu necə izah eləyim. Yəni texniki yönümlü olduqları üçün bəzən onların özlərini ifadə etmə bəli, şəkli daha çətin olur. Amma bu tip fəaliyyətlər onlara çox dəstək olur ki, bir növ belə deyək, özlərini sınasınlar və harda yaxşı, harda daha təkmilləşdirilməli məqamlar olduğunu görsünlər. Hər məzun günümüzdə bizim karyera sərgimiz olur və həm dövlət qurumları, həm özəl sektorun nümayəndələrini dəvət edirik. Onlar elə isti məzun olmuş şəxslərlə görüşürlər və onları işə götürürlər. Məsələn, yanvar ayında bizim son məzun günümüzdə, elə məzun günündə bizim uşaqlardan 17-si artıq bir növ desək belə bron olunmuşdu, yəni artıq işə cəlb olunmuşdu. Bəli, bu onlara imkan verir ki, onlar da seçim etsinlər. Şirkətlər arasından, işləmək istədikləri sektor arasından tanış olsunlar şirkətlərlə və biz çalışırıq ki, 6 ay ərzində onları bir neçə şirkətə site visit, yəni gedib yerində görmə imkanı da yaradaq ki, gələcəkdə işləmək istədikləri mühiti də seçə bilsinlər.
Aydın, təşəkkür edirəm. Azərbaycan Kiber Təhlükəsizlik Mərkəzi hazırda Azərbaycanın kiber təhlükəsizlik mühitində hansı önəmli rol oynayır və gələcəyə dair nəyi hədəfləyib? Biz kiber təhlükəsizlik mərkəzi olaraq bizim indi kimi danışdığımız fəaliyyətimizdən əlavə biz bu layihəni Texnologiya İnstitutundan başlamışıq. Bu bir reallıqdır. Ancaq biz onlardan yaralandığımız, onlardan əldə etdiyimiz bilikləri, təcrübələri artıq layihə çərçivəsində saxlamamışıq. Biz komanda olaraq artıq bunu başa düşürük və bilirik ki, biz kiber təhlükəsizlik mərkəzi olaraq ölkədə yeganə bu işi icra edəcək innovatorıq və bunun icra edə biləcək yeganə kapasitə bizdə olduğumuz üçün biz bu resursların effektiv idarə edilməsi və effektivliyini bizim bütün vətəndaşlara, dövlət sektoruna, özəl sektoruna sirayət etməsi üçün fəaliyyətlərə başladıq. Bu fəaliyyətləri mən qısa sizə bir bildirim. Azərbaycan Kiber Təhlükəsizlik Mərkəzində bizim Texnologiya İnstitutundan öyrəndiyimiz tədris metodologiyasını və üzərində işlədiyimiz, yerli bazara uyğunlaşdırdığımız metodologiyanı artıq beyin mərkəzi layihəsi olaraq universitetlərə daşımışıq. Sabah qruplarından artıq əməkdaşlıq eləyir. Sabah qruplarında kiber təhlükəsizlik üzrə ekspertiza dərslərinin artıq predmetlərini biz tədris edirik, bizim mərkəzdə tədris edilir, bizim ekspertlər tərəfindən tədris olunur. Bu artıq bu rüb başlanmışdır. Artıq növbəti rüblərdə hədəflərimiz var. Digər universitetlərə və daha dərin predmetlərə bu layihə çərçivəsində çataq və öz metodologiyamızı ölkəyə və universitetlərə yararlı ola biləcək bir formaya gətirək. Başqa bir layihəmiz Kibergigiyena AZ platformasıdır. Bu layihə çərçivəsində İnnovasiya Rəqəmsal İnkişaf Agentliyinin əsas fəaliyyət istiqamətlərindən olan rəqəmsallaşma yol xəritəsinin icrasında dövlət qurumlarının əməkdaşlarına kiber maarifləndirmə proqramlarının təşkili, ölkədə mövcud olan KOB-larda kiber dayanıqlığın təmin edilməsi üçün kiber maarifləndirmə proqramlarının təşkilini icra edirik. Daha sonra Azərbaycanda hal-hazırda biznes mühitində ən böyük problemlərdən biri kiber risklərin qiymətləndirilməsində meyarların, anlayışların olmamasıdır. Bu da bizim kiber təhlükəsizlik mərkəzi çərçivəsində rəhbər şəxslər üçün kiber risklərin qiymətləndirilməsi üçün maarifləndirmə sessiyalarımız olur, 2 günlük proqramlar olur və bu proqramlar çərçivəsində biz böyük, kiçik, fintech, bütün bazar iştirakçılarına açıq edirik və bu layihədən yararlanan artıq biz feedbackləri də görürük. Təlimlərin sonunda görürük ki, artıq insanlar kiber riskin nə olduğunu bilir, başa düşür, öz biznesində kiber riskin necə qiymətləndirilməli olduğunu anlayır və biznes qərarlarını verdiyi zaman hansı meyarları əsas götürəcəyini artıq bilir. Bu da ölkədə kiber təhlükəsizlik ekosisteminə böyük bir faydadır. Digər istiqamətdə də bizim bir dövlət müəssisəsi olaraq Azərbaycan Respublikasının prezidentinin informasiya təhlükəsizliyi və kiber təhlükəsizliyə dair 2023-27 strategiyasından üzərimizə düşən tapşırıqlar var və onları da hal-hazırda icrasına davam edirik. Aydındır, təşəkkür edirəm. Mən düşünürəm ki, suallarımın cavabını kifayət qədər aldım. Hər hansı bir əlavəniz varsa buyurun, yoxdursa verilişimizi yekunlaşdıraq. Təşəkkür edirik. Çox sağ olun dəvətiniz üçün. Siz sağ olun ki, dəvətimizi qəbul edib gəldiniz. Təşəkkür edirik. Buyurun. Hörmətli dinləyicilər, xatırladım ki, bugünkü mövzumuz Azərbaycan Kiber Təhlükəsizlik Mərkəzi yeni qeydiyyat dalğasıdır. Proqramın qonaqları IT və İnformasiya Təhlükəsizliyinin İdarə Edilməsi Şöbəsinin müdiri İlkin Əzizov və Kiber Təhlükəsizliyi üzrə davamlı inkişaf və araşdırma şöbəsinin qrup rəhbəri Gülnar Mirhüseynova idi. Növbəti həftədə eyni saatda, eyni ünvanda eşidilmək ümidi ilə sağ olun, salamat qalın. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim etdi. Rəqəmsal Dialoq.